Yeni bir videodan herkese salamlar. Bugünkü videomuzda sizler üçün Ramazan bayramı üçün nələr hazırlaya bilərik və yaxud da süfrəmizə nələr qoya bilərik onları göstərmək istəyirəm. Mən Ramazan bayramı üçün belə bir menü fikirləşdim. Süfrəmiz belə oldu. İndi isə gəlin hazırlıq mərhələsinə baxaq görək nələr hazırladıq. Öncə təbii ki süfrəmizi sərirəm. Sonra isə başlayacağıq hazırlıqlara görək menyuda nələr vardı. İlk öncə sizlər üçün alma salatını paylaşmaq istəyirəm. Daha doğrusu bunun əsl adı Waldorf salatdır. İlk dəfədir hazırlayıram bu arada. Həqiqətən çox dadlıdır. Daha doğrusu bu salat hazırlamamışdan qabaq çox necə deyim mənfi düşünürdüm. Yəni çünki bu salatın içində gördüyünüz kimi iceberg kələmidir. 3 ədəd yaşıl alma istifadə etmişəm. Yəni turş olmalıdır. Biraz xama, biraz mayonez, sarımsaq, duz, istot və eyni zamanda qoz və toyuq filesi istifadə etmişəm. Açığı almanı salatın içində istifadə etmək, eyni zamanda hətta sarımsaqla istifadə etmək mənə çox qəribə gəlirdi, amma hazırladıqdan sonra gördüm ki, həqiqətən möhtəşəmdir. Əslində bunun orijinal reseptində kişmiş də vardı. Bunu mən Instagramda I am hungry səhifəsindən görmüşdüm. Lakin mən kişmişi açıq yaraşdırmadığım üçün vurmadım, amma siz istəsəniz kişmiş də vura bilərsiniz. Yəni biraz da zövqə görədir. Mən öz damağımıza və yaxud da evdəkilərin zövqünə görə hazırlamaq istədim, amma orijinal reseptdən sadəcə kişmişdən fərqlənir. Onda kişmiş də var. Daha doğrusu orijinal deməyim, yəni mən gördüm reseptdə kişmiş də vururdu xanım, amma mən vurmadım. İlk öncə gördüyünüz kimi icebergi doğradım. Sonrası keçirəm almaları soyuram bir-bir. Almaları soyandan sonra əsas məsələ. Gördüyünüz kimi ekranda görürsünüz kiçik qabda, kasada öncədən yarı limonun suyunu sıxmışam. Almaların qaralmaması üçün mütləq üzərinə limon suyu əlavə eləməliyik. Həqiqətən çox işə yarayır. Yəni biz bu salatı hardasa 2 gün, 3 gün soyuducuda saxladıq. Yəni çox eləmişdim deyə hamısını bir dəfəyə təbii ki yeyə bilmədik. Və limon suyu üzərinə sıxdığım üçün inarsız ağappaq qalmışdı. Yəni qətiyyən qaralma olmur, 100% deyə bilərəm. Demək 3 almanı soyuram. Sonra isə onları yavaş-yavaş doğrayacağam. Gördüyünüz kimi almaların içini təmizlədim. Əslində siz onu xüsusi aparatla, dəmirlə təmizləyə bilərsiniz. Məndə də vardı, sonradan yadıma düşdü ki, onunla da eləmək olardı. Amma belə də, yəni o qədər də vaxt aparmadı bıçaqla təmizləmək. Bu ölçüdə doğrayıram. Çox da kiçik eləmirəm. Biraz iri eləyirəm ki, yəni çəngəllə götürmək olsun. Həm də çox kiçik olsa sulanar, yəni tez suyu çıxar. Ona görə belə böyük olmağı yaxşıdır. Bu formada küp-küp formasında doğrayıram. Sonrası üzərinə dediyim kimi limon suyu əlavə edəcəm. Arxada backgroundda səslər gəlir, o küləyin səsidir. Pəncərələr örtülü olsa belə külək dəhşət, yəni yüksəkdir bu bayram ərəfəsində. Necə bir külək bilmirəm. Açığı yel çərşənbəsində hazırladım mən bu menyunu. Ona görə biraz küləkli idi həmin gün. Biz də təbii ki videonu çəkməli idik. Onun üçün də yəni belə küləkli alındı. Amma inşallah ki sizin üçün də faydalı olar. Bu resepti mütləq sınayın. Yəni heç vaxt peşman olmazsınız deyə düşünürəm. Gördüyünüz kimi limon suyunu üzərinə əlavə eləyirəm. 100% nəticəlidir. Dediyim kimi garanti verirəm ki, ağappaq qalır almalar. Qətiyyən qaralmır. Çox qəşəng. Dadına da hətta fərqlilik verir. Biraz turşuluq da verir salatın özünə. Salat ümumiyyətlə çox dadlı oldu. Biz bunu hazırlayana qədər düşünürdük ki, necə olacaq falan. Yəni evdəkilər də xüsusən mamam deyirdi, çox eləmə, alma necə olacaq. Amma maraqlı oldu. Gördüyünüz kimi təqribi 3 ədəd də toyuq filesi qaynatmışdım. Fileyi mən qaynadanda duz da vururam, yəni o qaynama prosesində. Onları çox da kiçik olmayaraq biraz diddim, yəni mən ölçüdə bir parçalara ayırdım. Sonra isə onu salata əlavə edəcəm. Görürsünüz ekranda yenə şüşə qabın içində bir ovuc hardasa bir 4 ya da 5 bütün qozun ləpələnmiş hal vardı. Onu da bıçaqla iri-iri formada doğrayıb içinə əlavə edəcəm. Fileləri burada əlavə edirəm gördüyünüz kimi. Onlar kiçik biraz qarışdırıq görək necədir. Sonra bu fileləri alta keçsin ki, üzərinə yenə biraz da var idi toyuq. Onları da didəcəm. Sonra isə digər ingredientləri əlavə edəcəm.
Tarxan indi hazırdır. Qozu da kiçik hissələrə ayırıram bıçaqla. Siz onu təbii ki blenderla keçirə bilərsiniz. Blender biraz daha kiçik elədiyi üçün istəmirəm. Mən biraz iri olması istəyirəm ki, orijinal reseptində də qozlar belə iri-iri olur. Yəni kiçik hissəciklər formasında olmur. Onun üçün bu forma elədim. Yəni o qədər də çətin deyil, lap blenderla da eləmək olar. İndi isə bir kasaya biraz mayonez, üzərinə isə xama qoydum. Mən Milanın xamasını istifadə elədim, qaymağından yəni. Sonrası biraz duz, istiot və s. vurub qarışdırıram. Yəni həqiqətən çox dadlı olur. İlk dəfə elədim və dediyim kimi riskə atıb elədim. Çünki içindəki ingredientləri bir-birinə yaraşdırmırdım. Amma gördüyünüz kimi çox qəşəngdir və salatı hazırlayan təqribən 1 saat sonra keçibdi. Görürsünüz yenə də qaralma yoxdur almadan. İndi isə keçirəm ikinci salatıma. Bu salat biber salatıdır, rəngli biber salatı. Bu salatı mən əvvəl eləmişəm. Videomda, kanalımda daha doğrusu videosu vardı. Linkini açıqlama hissəsinə qoyacağım bu videonun altına. Oradan baxıb hazırlaya bilərsiniz. Bu da çox yaxşıdır. Həm yaz üçündür. İçində bişmiş demək olar ki, heç nə yoxdur. Sadəcə toyuq ətini bişirib, biraz da kökü bişiririk ki, diri qalsın. Qalan hamısı yəni bir çox evdə tapıla biləcək ingredientlərdir. Yəni çox asan, ucuz və rahat bir salatdır. Həm də dadlıdır. Mayonez də az vurmuşam ki, çox da tutumlu olmasın və çiğ köftə hazırlamışdım. Bunun videosunu çəkməmişəm, vaxtım olmayıbdı, amma tezliklə bunun da videosunu hazırlayacağım. O da çox maraqlı alınmışdı, dadlıydı həqiqətən. Salatlarımız, çiğ köftəmiz var. Sonrası digər yeməkləri indi birazdan əlavə edəcəm. Bu qaşıqları yadınızdadırsa Temudan almışdım. Çəngəl və qaşıq dəstə olaraq 2 ədəd almışdım. İkisini istifadə elədim. Bura isə meyvə sularımızı, qazlı sularımızı, düşes və s. almışdım. Onları qoyuram süfrəyə. Biraz çox ola bilər, amma ən azından fərqli çeşidlər alırıq ki, hər dəfə. Çünki hər kəs başqa bir şey içmək istəyir. Bu salfetkaları da yadınızdansa Temudan sifariş eləmişdim qışda. Sırf əslində Ramazan üçün, yaz üçün, eyni zamanda Novruz bayramı üçün sifariş eləmişdim. Çox da yaraşdı süfrəyə, həqiqətən çox bəyəndim. Bunun da linkini qoyaram açıqlama hissəsinə. İstəsəniz oradan baxa bilərsiniz. Yanılmıramsa 20 dənədir paçkanın içində. 4 manat neçəsə qəpiy almışdım dekabrda. İndi bilmirəm qiyməti necədir, amma baxa bilərsiniz oradan. Qabları qoyuram, yanına çəngəlləri. Süfrəni yavaş-yavaş hazırlayaq ki, artıq iftara otura bilək süfrəyə. Bir də əlavə olaraq sushi sifariş eləmişdik. Biz həmişə eləyirik. Deməli 70 ədəd sushi idi. Buna 42 manat pul verdik. İçində həm qızarmış sushilər vardı, həm qızıl balıqlı olan, krevetikalı, sonra eyni zamanda pendirli olan çeşidlər vardı. Demək olar ki, hər dəfə bu səhifədən sifariş edir. Bu reklam deyil, amma yəni hər dəfə razı qaldığımız üçün buradan sifariş edir. Adını da deyə bilərəm. İstəsəniz aşağıda yazaram da. Sushi Kongo gedir. Yanılmıramsa səhifənin adı. Instagramda sifariş edirik həmişə biz. Dediyim kimi 42 manat, daha doğrusu 40 manat özüdür, 2 manat isə çatdırılmadı. Yəni razıyıq biz. İllərdir eyni səhifədən demək olar ki, eyni seti sifariş edirik və hələ də bir narazılığımız olmayıbdır. Gördüyünüz kimi sushilərin ölçüsü də böyükdür, yəni çox incə deyil. Yəni qalınlığı falan çox yaxşıdır. Tutumlu da eyni zamanda da, yəni həqiqətən doyurur və ac hiss eləmirsən onları yeyəndə. Peynirli olandı bu da çox ləzzətlidir. Həqiqətən tövsiyə edirəm mütləq. Biraz süfrədə fərqlilik olsun, yeni dadlar olsun deyə biz yeni ildə də, Novruz bayramında da və yaxud Ramazanda da tez-tez sifariş edirik. Bu qabları isə xatırlayırsa bunları da Temudan almışdım. Deməli, Temudan alanda bunları əslində mən elə görən kimi tez düşündüm ki, bunun içinə mən soya sosu qoya bilərəm. Yəni sushinin sosunu istifadə edə bilərəm. Amma siz istəsəniz qatıq olaraq da və yaxud da lap içinə başqa bir kokteyl hazırlayıb stəkan olaraq da istifadə edə bilərsiniz. Məncə istifadəyə çox yararlıdır. Yanılmıramsa birini 8 manat 74 qəpiy almışdım. İkisinə 16 manat ya 17 manat vermişdim. Amma indi o gün baxdım, padruqaların biri də istəyirdi. Biri 9 manat neçə olmuşdu. Yəni indi hal-hazırda ikisi hardasa bir 20 manata yaxındır. Süfrəmiz belə olur. Demək olar ki, burada isə sushini qoyuram süfrəyə. Bir də bunu da qeyd edeyim ki, adından çıxdıyım. Biber salatını qoyduğum qabı da yadınızdadırsa onu da Temudan almışdım. O qabları da, o qabı daha doğrusu şüşə qabı, aşağısında taxta olanı, onu da 38 manata yanılmıramsa almışdım. Sırf süfrə üçün əlavə olaraq gördüyünüz kimi dolmadır, aşdı. Onları mamam hazırlayıb, mən hazırlamamışam. Süfrəmiz belə oldu. Məncə, yəni Ramazan süfrəsi üçün qəşəngdir, doyumludur. Həm milli mətbəx var, həm eyni zamanda xarici mətbəxdən də istifadə eləmişəm. Yəni fərqli olsun, ləzzətli olsun deyə videomuzu əgər bəyəndinizsə kanalımıza abunə olmağı unutmayın. Rəy bildirin, like eləyin, sağ olun.